Herkese salam dostlar. Bu günlər sizlərlə beraber iPhone telefonlarında üst menüdə baxın bu bölmədə bura necə buton əlavə edə bilər və necə silə bilərsiniz onu göstərəcəyəm. Siz ilk öncə bu ana menüyə keçmək üçün ön kamera olan hissədən aşağıya doğru sürüşdürməlisiniz. Baxın belə bu şəkildə. Bunu etdikdən sonra bu hissə gəlir və bu hissədə hər hansı bir boş bir yeri barmağınızla basılı tutursunuz və gördüyünüz kimi belə bir ayar açılır. Bu ayarda denetim ekranı da deyə bilərsiniz. Hər hansı bir butonu silə də bilərsiniz. Məsəl üçün mən burada gördüyünüz kimi ekran kaydını sildim. Treyə bastım və silindi. İndi buradan onu necə geri əlavə edə bilərəm? Denetim ekranı deyirik. Ən aşağıdakı denetim ekranını basırıq. Denetim ekle. Buradan istədiyiniz ayarı seçə bilərsiniz. Məsəl üçün mən bayaqçı ayarı geri qaytarmaq istəyirəm. Yazıram ekran kaydı. Gördüyünüz kimi sağ üstə gəldi. Basıram və gördüyünüz kimi artıq buradadır. Dostlar, videomuz buraya qədərdir. Sağ olun, salamat qalın. Video sizə yararlı olsa like atıb abunə olun.